Yay mövsümünün başlaması ilə ictimai nəqliyyatda avtobusların texniki vəziyyəti ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Bu dəfə sərnişinlərin şikayətləri 162 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslarla bağlıdır. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, avtobus hərəkətdə olarkən qapıları açıq vəziyyətdə olub, eyni zamanda kondisioner sistemi işləməyib. Qeyd edək ki, 162 nömrəli marşrut xətti Bakı şəhərində yerləşən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə Ramana Yeni Yaşayış kompleksini əlaqələndirir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, hər il yay mövsümü başlamazdan əvvəl sərnişin daşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərə xəbərdarlıq məktubları göndərilir və avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətdə saxlanılması tapşırılır. Qurumdan qeyd olunub ki, buna baxmayaraq bəzən texniki nasazlıqlar yarana bilər. Belə hallarda daşıyıcı şirkətə dərhal xəbərdarlıq edilir və problemin qısa müddətdə aradan qaldırılması tələb olunur. Bildirək ki, 162 nömrəli marşrut xətti Azlan şirkəti tərəfindən istismar olunur. Şirkətin rəhbəri Bəhruz Tağıyev açıqlamasında bildirib ki, yayılan görüntülərdə əks olunan hal avtobusun kondisioner sistemində yaranmış texniki nasazlıqla əlaqədardır. Onun sözlərinə görə şirkətin nasazlıqdan əvvəlcədən məlumatı olmayıb. Hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür və oxşar halların gələcəkdə təkrarlanmaması üçün müvafiq addımlar atılacaq. Havar Şəfiyeva, Fizzə İsmailova, Yeni Azərbaycan Televiziyası.